Hər vaxtınız xeyir, dəyərli kanal izləyiciləri. Bu videomuzda müəllimlərin işə qəbulu və sertifikasiyası imtahanına hazırlaşan ibtidai sinif müəllimləri üçün Azərbaycan dilindən 5 suallıq sınaqlara davam edirik. Bu sınaqların tərkibində müxtəlif mövzuları əhatə edən izahlar olacaq. Ona görə hər bir izahı mütləq şəkildə dinləyin. Hər biriniz üçün imtahanda faydalı olacaq suallar, sınaqlar paylaşıram. İzaha keçmədən öncə kanala abunə olaraq həftə ərzində paylaşılan videolardan xəbərdar ola bilərsiniz. Keçək suallara. Birinci sual. Frazeoloji birləşmələrlə bağlı verilən fikirlərdən biri doğru və ya səhv olmasına görə digərlərindən fərqlənir. Yəni, burada şərtə görə 4 variantdan, daha doğrusu 5 variantdan 4-ü ya doğru, biri səhv olmalıdır. Və ya tərsinə, 4-ü səhv, biri doğru olmalıdır. Bəzən həqiqi mənada ola bilər. Frazeoloji birləşmələr heç bir halda həqiqi mənada ola bilməz. Bu səhvdir. Mənası izahlı lüğətdə şərh olunur. Bəli, frazeoloji birləşmələrin mənası izahlı lüğətdə şərh olunur. Bu doğru fikirdir. Tərəfləri müxtəlif cümlə üzvləri kimi təhlil olunur. Frazeoloji birləşmənin tərəfləri bütöv təhlil olunur. Yəni, bir cümlə üzvü götürülür. Müxtəlif cümlə üzvləri kimi tərəflər təhlil olunmur. Səhvdir bu. Amonim olsa da antonimi və sinonimi olmur. Frazeoloji birləşmələrin də digər normal sözlər kimi, yəni həqiqi mənalı sözlər kimi, həm amonimi, həm antonimi, həm də sinonimi ola bilər. Bu yanlış fikirdir. Dərəyə düşmək, fikir almaq frazeoloji birləşmələrə aid nümunələrdir. Dərəyə düşmək ümumiyyətlə frazeoloji birləşmə deyil. Bu yanlış fikirdir. Yəni, burada A, C, D, Y variantları yanlış, B bəndi doğrudur. Deməli, doğru olduğuna görə digər 4 bənddən fərqlənir. Cavab B variantı. Keçirik ikinci suala. Hansı isimlərə yerli hal çəkiltisindən əvvəl bitişdirici samit qoşulmalıdır? Biz bunun üçün hər bir sözə, verilən sözlərə yerli hal artırmalıyıq. Məsələn, anası sözünə yerli hal artırsaq, anasında. Fikir verdiniz, danı artırdım, anası sözündə n bitişdiricisi gəldi. Deməli, 1 uyğundur. Ata sözünə yerli hal artırsam, olacaq atada. Burada heç bir bitişdirici olmadı. Deməli, 2 uyğun deyil. Kitabı sözünə yerli hal artırsam, kitabında olacaq. Yəni, yerli hala gördünüz, n bitişdiricisi artırıldı. Dərs sözünə yerli hal artırsam, olacaq dərsdə. Burada heç bir bitişdirici yoxdur. İnsanlar sözünə yerli hal artırsam, insanlarda olacaq yerli hal. Yəni, bitişdiricisiz işləndi burada. Qəlbi sözünə yerli hal artırsam, olacaq qəlbində. Baxın, yerli hal qəlbidə n bitişdiricisi ilə işləndi. Deməli, 6 da uyğundur. Yəni, doğru cavabımız olacaq 1, 3, 6 C variantı. Davam edirik növbəti sualdan. Sözlərdən birinin leksik mənası düzgün verilməyib. Rəşadət, igidlik, qoçaqlıq, qəhrəmanlıq. Bu tamamilə doğrudur. Totem, bir çox ibtidai tayfa və qəbilələrin sitayiş etdiyi və nəslin xilaskarı saydığı heyvan. Bu da yenə doğru izahdır. Tezis, doğruluğu sübut olunmuş müddəa. Sübut olunmuş yox, sübut olunmamış müddəadır tezis. Ona görə bu yanlışdır. Hüzur, ön, qabaq. Məsələn, şahın hüzuruna çıxdı, önünə, qabağına çıxdı. Bu tipli ifadədə ön, qabaq mənasını ifadə edə bilər. Eksperiment, elmi təcrübə, sınaq. Bu da uyğun gəlir. Deməli, burada düzgün verilməyən bəndimiz oldu C variantında. Davam edirik növbəti sualdan. Hansı ismi birləşmənin aslı və əsas tərəfi eyni morfoloji suala cavab verir? Biz əvvəla bilməliyik ki, suallar 2 qrupa bölünür. Bu sualların birincisi morfoloji sualdır. Hansı ki, indi şərtdə bizdən soruşur. İkincisi isə sintaktik sualdır. Morfoloji sözü, morfoloji bəhsini bizə xatırladır. Yəni, morfoloji bəhsində biz nə öyrənirik? Nitq hissələrini. Deməli, mən bir sözə sual verirəm və bu sual morfoloji sualdırsa, deməli, mən onun nitq hissəsini müəyyənləşdirirəm. Buraya yazıram, nitq hissəsi. Yox, sintaktik sual isə sintaks bəhsini xatırladır və bu cümlə üzvlərini müəyyənləşdirmək üçün verilən sualdır. Deməli, burada yazıram cümlə üzvləri. Demək, biz bilməliyik ki, əgər hansısa sözün nitq hissəsini müəyyənləşdirmək istəyiriksə, biz ona morfoloji sual verməliyik.
Yəni cümlə tərkibində yox, cümlədən çıxararaq başlanğıc formasına verdiyimiz sualla onun hansı nitq hissəsinə aid olduğunu müəyyənləşdirə bilirik. Cümlə tərkibində verdiyimiz suallar isə onun sintaktik sualıdır. Gəlin indi verilən söz birləşmələrinə əsasən görək morfoloji sualları necə verməliyik. İnsanların çoxu. Burada mən insan sözünü görürəm başlanğıc formada. Bir də çox sözünü görürəm. Morfoloji sualda insan kim, çox, nə qədər sualına cavab verir. Deməli, morfoloji suallar aslı və əsas tərəfdə fərqli oldu. Eyni olmadı. Yanlışdır. Mərd sözü necə sualına cavab verən sifətdir, oğul isə kim sualına cavab verən isimdir. Deməli, suallar fərqləndi, nitq hissələri fərqləndi. Ona görə B-ni də götürə bilmirəm. Daha sonra şüşə qab. Şüşə sözü nə sualına cavab verən isimdir. Şüşə, nə şüşə? Qab sözü də nə sualına cavab verən isimdir. Bu nümunə tərkibində deyirəm, məsələn, qab, nə qab, hansı qab, şüşə qab. Bax, bu hansı sualı sintaksis bəhsində, yəni sintaktik sualı oldu. Tutaq ki, biz bunu bir cümlə tərkibində işlətsək, şüşə qab su ilə doludur. Belə bir cümlə yazaq. Bax, doludur nə? Qab. Hansı qab? Şüşə qab. Burada şüşə sözü cümlə üzvü kimi təyin oldu, çünki mən ona təyinin sualını verdim. Amma şüşə sözü hansı nitq hissəsidir dediyi zaman mən onu cümlədən çıxardıram. Heç elə bil ki, belə bir cümlə yoxdur və bura yazıram şüşə. İndi şüşə sözünü adi halda biz hansı sualını verə bilərikmi? Şüşə hansı və ya necə? Olmaz. Deyəcəm şüşə nə? Bax, bu şüşədə verdiyim nə sualı onun morfoloji sualıdır, nitq hissəsinin sualıdır. Bayaq verilən cümlə tərkibində və ya bu söz birləşməsi tərkibində verilən sual isə onun sintaktik sualıdır. Demək, mən morfoloji verməliyəmsə, deyirəm şüşə nə, qab nə, hər ikisi eyni morfoloji suala cavab verdi. Çünki hər ikisi eyni nitq hissəsidir, isimdir. Dahilərin sözləri, başlanğıc forması dahi olan bu söz, sual verirəm, dahi, necə, sifətdir. Söz, nə, söz, isimdir. Deməli, suallar fərqləndi. Uçan, hansı uçan? Baxın, uçan sözündəki an feili sifətdir. Və ona görə də bu nümunə tərkibində uçan quş hansı quş sualına cavab verir. Quş, nə quş? Fikir verirsiniz, yenə suallar fərqləndi, yəni nitq hissələr fərqləndi. Burada doğru cavabımız olacaq C variantı. Morfoloji sual deyirsə, biz eyni bir nitq hissəsi axtarmalıydıq. Davam edirik növbəti sualdan. Hansı nümunədə mürəkkəb adın yazılışı doğrudur? Sumqayıt Dövlət Universiteti. Burada əslində başlıqlar S, D, U yazılması tamamilə doğrudur. Buradakı problem universitetdir. Burada I yoxdur. Ona görə də A-nı götürə bilmərəm. Universiteti olmalıdır. Abbasqulu Ağa Bakıxanov. Verilən qaydaya əsasən, əgər mürəkkəb adlarda ağa, bəy, xan, bu tipli sözlər mürəkkəb adların tərkibində ortasında olarsa və ya sonunda olarsa kiçik hərflə yazılmalıdır. Yox, əgər əvvəlində olarsa böyük hərflə yazıla bilər. Bu nümunədə Abbasqulu Ağa Bakıxanov. Ağa görürsünüz ortada işlənib. Ona görə də necə yazılmalıydı? Abbasqulu Ağa Bakıxanov. Bax, bu formada yazılmalıdır. Yəni, ağa sözü kiçik hərflə verilməlidir. Deməli, bu yanlışdır. Nəcəf bəy Vəzirov. Baxın, bəy də həmin kateqoriyaya aiddir. Bəy sözü mütləq şəkildə kiçik hərflə yazılmalıydı. Müstəqil Dövlətlər Birliyi bu MDB mürəkkəb adının qısaldılmış formasıdır. Baxın, B burada böyükdür. Ümumiyyətlə, birlik ifadəsində birlik sözü böyük yazılır. Bunu yadda saxlayın. Bir çox mürəkkəb adının tərkibində ola bilər. Yanlışdır birlik sözü. Azərbaycan Pedaqoji İnstitutu. Bu da AP abreviaturunun qısaldılmış formasıdır. Azərbaycan Pedaqoji İnstitutu. Burada hər bir ifadə, hər bir söz tamamilə doğru yazılmışdır. Ona görə cavabımız olacaq Y variantı. Bugünkü izahın sonuna gəldik. Siz də həftə ərzində paylaşılan videolardan məlumat əldə etmək istəyirsinizsə, mütləq kanala abunə olun. Onu da əlavə edeyim ki, mən bu sualların hər birini YouTube-da paylaşmadan öncə öz Telegram kanalımda bir-bir paylaşıram. Yəni, öncə işləyirsiniz o Telegram kanalında, sonra izahlarına baxa bilirsiniz. Telegram kanalıma qoşulmaq istəyən müəllimlər də eyni zamanda videonun açıqlama hissəsində qeyd elədiyim linkə daxil olaraq həmin sualları işləyə bilər. Sağ olun, növbəti izahlarda, növbəti videolarda görüşərik.